بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبو القاسم مصطفى محمد اللهم صل على محمد وآل محمد وعلى آله الطيبين الطاهرين لا سيما بقية الله في الأرضين روحي لترابي مقدمه في الأرض واللعن الدائم على أعدائهم أجمعين أوصيكم ونفسي بتقوى الله Azizler, özümü ve sizi ilahi təqvaya dəvət edirəm. Təqvalı olmaq hər bir insanın əlinin çatacağı zirvədir. İnsanlıq zirvəsidir. Kamillik zirvəsidir. İnsan əgər istəsə tövbə eləyər, hətta günah edirsə, Allaha tərəf qayıdar və təqvanı fəth edir. Təqvanı olmaq elə bir sifət deyil ki, insanla çata bilməsin, insandan çox uzaqda olsun. Xeyr, təqvalı olmaq üçün istək lazımdır. Yetər ki, insan təqvalı olmağa, Allahın vaciblərinə əməl etməyə, haramlarından uzaq olmağa daxilində istəyi olsun. Kim təqvalı ola bilmirsə, onun özündəndir. Başqa hər nə varsa bəhanədir. İş, mühit, vəziyyət, maddi durum və s. Bizim üçün Allah həm nəzəri şəkildə təqvalı olmağın yollarını göstərir Quran-ı Kərimdə, həm də əməli şəkildə Qur'ana əməl edib təqvalı olanların nümunələrini göstərir. Qur'an elə bir kitabdır ki, həyatımızın hər hansı bir sahəsini diqqət edəsək, Qur'an-ı Kərimdən faydalana bilərik. Peyğəmbər əkrəmdən, Əhl-i Beytin hədislərindən faydalana bilərik. Heç elə bir sahə olmadı ki, İslam dini o haqda söz deməsin. O ovlamaqdan tutulmuş, quş-quşlamaqdan tutulmuş, övlad tərbiyə eləməkdən tutulmuş, hər nə qədər insan həyatının zəruri sahələri varsa, Allah o haqqında bizə yol göstərir. Elə həyatı sahələr var ki, insan ona əməl eləməsə, məhv olar. Yəni, Allah deyən kimi yaşamışsa. Məsələn, Peyğəmbər əkrəmdən rəvayətdir. Deyib, 4 günah sahibi ən böyük günahlardır. Mürtəkib olar, 4 günaha mürtəkib olan şəxs ən böyük günahlara mürtəkib olar və sonra da nə yaxşı əməl eləsə də xeyri olmaz. Məsələn, insan Allaha şərik qərar verər, müşrik olar. Bəhs burada çox uzundur. Etiqadı bəhsləri var, əqaid bəhsləri var.
İnsan müşrik olsa, Allaha şərik qərar versə, Allahdan başqasını Allah bilsə, o insanın günahı bağışlanmaz. Rəvayətlərdə var müşrik, mürtəd dinindən dönən, kafir, Allah'ı inkar edən və zalim hakimlər. Bunlar dördü bir qəbil insanlardır. Bunlar əbədi cəhənnəmdə yanır. O rəvayət bunların birini qeyd edir. Müşriklər elə bir böyük günah sahibləridir ki, hər kim Allaha şəriklər verər və nə qədər başqa əməl edəsə də xeyri yoxdur, nə qədər yaxşı edərsə. Biri budur. Biri Allah yolunda döyüşdən qaçmaq. İnsan deyilər Allah yolunda, fi səbilillah, savaşar, vuruşar, döyüşdən qaçar. Peyğəmbərə öyrənir. Peyğəmbər müharibələrə gedərdi, bir dəstə insan qorxub qaçardı. Peyğəmbər Əkrəm onlara deyər ki, sizə zaval yoxdur ki, tövbə eləməsə siz düzəlməzsiniz. Onlar qaçırdılar Peyğəmbərin arxasından, vuruşmurdular. Sonra gəlirdilər, tövbə edirdilər döyüşdən qaçdıqlarına görə. Yenə gəlirlər, səhvdə deyərlər. Peyğəmbər Əkrəm deyir, bu səhvdə deyənmağımızın da faydası yoxdur. O tövbələr ki eləmişsiniz, onlar belə yenidən bu səfə qayıdmaq üçündür. Bir də o günah. Bir günah da var. Nahaqdan insan öldürmək. Bir insanı nahaqdan öldürmək. İnsan günahsız bir insanı öldürür. O insanın da xilası çox çətindir. Dördüncü qəbil valideynini hörmətsizlik eləyəndir. Valideyninin üzünə olandır. Peyğəmbər Əkrəm bu günahların sahibi qayıtmaq istəsə də Allah-u tərəf əgər tövbə nəsib olsa ona küfür halında. Amma çox çətindir. Və əgər tövbə eləməsə başqa nə əməl edəsə xeyli yoxdur. Bir də Peyğəmbər Əkrəm bunu hər kim valideyninə hörmətsizlik edib, Allah ona xitab eləyər. Deyər, ey filan kəs, hər nə qədər yaxşılıq eləsən də səndən qabul edilməyəcək. Çünki sən atanı hörmətsizlik edəmsən. Atanıya hörmət o qəbilən bilənlərdir. Atanıya hörmət belə bilənlərdir. Quran-ı Kərimin ayələri də qəbiləndir. Bəzən atanıdan danışanda adam elə bilir, cavanlara tövsiyə edirsən. Amma atanıya hörmətli gənclərə deyil, yeniyetmələrə cavab. Yəni, yaşlılara da var. O da yaşlı adamlar ki, atanası ondan narahat dünyadan gedir. Atanası ondan halal demir. O qədər var, narazı dünyadan gedir. O qədər var insan. Nə olsun yaşlı? Atananın haqqı elə ona da haqqındadır. Hədislər ona da aiddir. Etsin başını çarə qılsın. Valideynin narazı salır özündən. İndi adət olur. Cavanlara danışırsan atanadan deyirlər, yaxşı bilsən bu cavanlara. Cavanlara tək cavanlara aiddir. Sözsüz cavanlara, yeniyetmələrə daha vacibdir. Çünki hələ atanaları sağdır. Atanaları yanlarındadır. Quran-ı Kərim bir yerdə buyurur, Allah'a ibadət edin. Allah'a ibadət edin. Ardıca dərhal buyurur, valideynlərə yaxşıdır. İbadətdən sonra birinci əməl nəyi salır? Valideynlərə yaxşıdır. Valideynlərin hörmətini görmək. Valideynlərin xidmətində durmaq. İlk
gördük, yaşlanırlar. Yaşlanıb burada qocalmaq mənasını deyil. İbadət elə, yaxşılıq elə. Gördük ki, valideynlərin yaşlanır. Yəni, yaşlanıb burada sən böyümüsən. Axı, istər-istəməz biz böyüdükcə, ağlımız keçdikcə valideynlərimizin yaşı keçir. Bizə çox olan yaşa çatır. Onlarla bərabər yaşlı olunur, biz onların övladlarıyıq. Sən böyüdükcə onların yaşı artır. Yaşı artdıqca, yəni sənin dərdakın çatdıqca, ağlın çatdıqca onlara xidmət edir. Yəni, nə qədər ki, ağlın inkişaf edir, ağlın böyük olar yaşlaşır. Bir ay qocalandığı ilə hörmət edir. Bəzən bu ayəni səhv tərcümə edirlər. Deyirlər ki, Allah deyir ki, qocalanda valideynlərə tərbiyə edir, hörmət edir. Xeyr, bir ayə deyir ki, siz böyüdükcə onların yaşı keçir. Ağlın dərkisi uşaqdan fərq olaraq böyüdür. Bir böyüdükcə onlara yaxşılıq edir. Yəni, onların yaşı ötdükcə, yəni sən böyüdükcə onlara yaxşılıq edir. Hər ikisini yaxşılıq edir. Onlara ən kiçik etiraz edəmə, onların üstündə səsini qaldırma, onlarla mehribanlıqla danış, xoş rəftər olur. Nəinki valideyn övladından qorxar. Allah lənət etsin o övladı ki, valideyn ondan qorxur. Dünyanın bədbəxt insanıdır. Valideyn yaşlanır, övladın gücü çoxalır, qürrələnir, imkanı çoxalır. Valideyn başlayır, belə özünə aparıb, valideyn bunu ehtiyat edir. Var da valideynlər, var da övladlar. Valideyn ağzını sevirmir övladının yanında. Nə deyən kimi dərhal ağzından olur. Quran-ı Kərim deyir, cənnətimiz də Peyğəmbər Əkrəm rivayət olur. Cənnətimiz də, cəhənnəmimiz də valideynlərimizdir. Bu nə qədər ehtiram var? Cənnətin də, cəhənnəmin də valideynləri. Yaxşı baxsa onlara cənnətin qapısı açılar. Yox, insan onlara pis baxsa, təbii ki, ona heç iyini də hiss edəməz. Başqa rəvayətdə var, cənnət anaların ayağının altındadır. Mənası nədir? Yəni, hörmət elə, ehtiram elə. Nə qədər ki, sağdır valideynlərin qulluğunda durur, xidmətində durur. Bir də ayətlərdə var, bilirsən hörmətsizliyi nədir valideynə? Bizə də mən böyük hörmətdən deyir, Allah göstərmişsə, adamlar valideyni, mən öz yanıma gəliblər. Dedilər, mənə bu mümin qardaş ki var gəlib buraya, o boşları deyildi. Dedi, bu hər inanısını döyülürdü. Mümin ibadət edir. Hər gün döyülmüsün. Ailə quru, indi evdə xanımla ananın sözləri düz gəlməyib, xanımın tərəfini tutub hər inanısını döyülür. İndi ananın hörmətinə var. Ana bir dəfə də olsun haqqından tanışmır. Analara bak. Bir kəlmə olsun haqqında danışmır ki, o olar, bu mənə verir. O qadından soruşanda deyir, yox, elə bir şey yox. Sonra onun özü etiraf edir. Mən əsəbləşəndə saxlaya bilmirəm özünü. Din adamı elə əsəbləşəndə lazımdır. Sakit vaxt hamı dinlə riayət edir. Sakit vaxt hamı dinlə edir. Əsəbləşəndə lazımdır ki, qorusun insanı. Şəhvəti güc gələndə lazımdır ki, imanı qorusun, saxlasın. Xülasəl kəlam deyir, ən böyük ehtiramsızlıqdır ki, valideynin insan qəzəbləndirə, hirsləndirə. Deyir, əgər valideynin səndən hirslənirsə, əlindən bir ki, valideynə valideyn olmuşsan, hörmətsiz olmuşsan. Git, düş əyaqlarına alır. Öp əllərindən alır. Hər kim Allah göstərməsin, mürtəkib olsa onu tövbə etsin. Tövbə eləsin, geçsin valideynindən alır.
Deyir, bir mənası bunu hissləndirmir. Biri budur ki, Allah eləməsin, adam valideyninə bir acıqla baxar. Danışır böyle, baxmalıdır. Deyir, hər kim valideyninə məhəbbətlə baxmıyor, qəzəblə baxar, acıqla baxır, valideyninə hörmətsizlik. Ağ valideyn. İndi o ki, qala illərlə heç valideyni görmüyor. Gedib yadına çıxır, hər şeyə pul tapır, valideyni görmüyor, gedib pul tapır. Hə sonra bu gecə gündüz bu adam namaz olsun. Nə faydası olacaq ondan namaz olsun? Valideyn ondan narazıdır. Alnı pinə bağlayıb namaz qılmağına. Ataması ondan narazıdır. Nə faydası? Nə olacaq? Dedik, qəzəblə baxmasın valideyninə. Bu da hörmətsizlik. Bir rəvayətdə buyurur, valideynin binamaz yox ama, binamaz ki olsun, müşrik də olsa yenə hörmətini saxlamalısan. Kafərdir valideynin. Allah'a şərik qoşur valideynin məsələn. İnkar edir Allah'ı, danır Allah'ı. Qəbul edemir Allah'ı, ateistdir. Kafərdir, mürtəddir, müşrikdir, vacibdir ehtiramı. Onu da əzəbələnilməz. Onu da tərs baxa bilməzsin. O ayrı bir şeydir, valideyn insanı harama vadar edirsə, Allah'ın haqqını taxtalamağa vadar edirsə, yenə də ehtiramla ondan uzaq olar. Bir Zəkəriya ibn İbrahim var idi. İmam Cəfər Sadiqin vaxtında Məsihi idi, Xristiyan idi. Gəldi İmam Cəfər Sadiqin yanına, İslamı qəbul edir. Dedi, İmam, mənim atam, anam Məsihi, biz onlarla bir yerdə yaşayaq, onlarla bir qabdan çörək yiyilər. Dedi, o vaxtda məşhur haram donuz idi. Donuz əti yemirsiniz ki? Dedi, yox, heç valideynlərin yemir. Dedi, heç nədə fərq qoyma onlarla. Bir nəfər ailədən namaz qılır, o birləri qılmır. Özünə ailədən təsir edir, bir həyat sürür. Daha da ailədən nifrət yaradır. İmam Cəfər Sadiq dedi ki, valideynin Xristiyan da olsa, o ilə oturacaqsan, duracaqsan, çörək yiyəcəksən. Bu pis xəstəlik nə müminlərdə olur? Özünü marginallaşdırır, təsir edir cəmiyyətdən, ailədən. Namaz dair gəlib mehribanlaşdırsın, neyin ki ayırsın? İmam Məsih edir ki, özünü ayırma valideynlərindən. Təcrid olma onlardan. Elə onlardan qarış olan otur, dur, bir süfrədə otur. Hidayət belə onlardan. İndi yox təəssüf, adam namaz qılır, acıqlı. Bəzən təbliğatı elə acıqlı edirlər ki, adam heç namaza gəlmək istəmir o anlarında. Təbliğat şirin olar, yavaş-yavaş olar, mərhələ olar. Müminlik, iman, bu deyil ki, cəmiyyətdən təcrid olasan, ailədən təcrid olasan, hamına pis baxasan, hamıyla düşmən olasan, heç kəsinə yola getməyəsən. Dünənə qədər mən özümdə o cürlüyümdə. Dünənə qədər o neydi? O da o cürlüyümdə. Gəlirsə, o necə gəldi? İllərlə o cür gələcək, yavaş-yavaş gələcək. Olmaz şəriyyəti bir dəfəlik hamını bildiği, öyrədəsən cəmatı, hamından da əməl eləmək tələb eləyirsən. Və biz o cür başlamışıq, Peyğəmbərin o cür başlamışıq. 23 ilə dini çatdırıb, 23 il. İndi əlhəmdülillah cəmat görsənib namazı gəlir, 6 ay bir mümin ol Peyğəmbər, 23 ilə dini çatdırıb. Biz istəyirik elə bir gün ərzində nə bildik deyək, hamlı düzəlsin. Olmur belə. Daha da ayrılıq yaradır. Bir Zəkəriya İbrahim getdi evinə, başladı onlarla. Anası
anası ilə, valideyni ilə xoş rəftar eləməyə. Bir gün dedilər ona, sən dinini dəyişirsən, amma elə bizi ilə birsən, bizi ilə oturursan, bizi ilə durursan, daha da sən yaxşılaşmışsan, daha da xoş əxlaq olmuşsan, xoş rəftar olmuşsan, şirin olmuşsan, əziz olmuşsan. Dedi, mənə Cəfər Salih deyib bunları. Bir də o Peyğəmbər deyib, dedi, yox. Dedi, yox, Peyğəmbər deyib, Peyğəmbərlik tamamlanır. Peyğəmbərlik yoxdur. Sonuncu Peyğəmbər Məhəmməddir. Ondan sonra gələnlər imamlardır. Dedi, yox, o Peyğəmbərdir. O söz Peyğəmbərlərin sözünü deyib sənə. O öz sözünü deməyib ki, o Peyğəmbərlərin sözünü deyib. O öz sözünü deməyib. Deyil, anası bir neçə gün keçdi, gəldi İslam'a, gəldi dinə. Dini gözəl dindir, səni bizdən ayırmadı, səni bizə dair sevdirdi, bağladı. Bu cür təbliğ, bu cür təbliğ əməllə olur. O vaxt mənim yadımdadır, 90-cı illərin ortaları əvvəlləri, bu Cəlilabadda mədrəsə vardı, bir nəfər ruhani gəlmişdi orada. Adı çıxıb yadımdan. Sonra nəsə qaydası oldu bir müddətdən sonra, o adam qayıtmalı oldu. Yığışdı cəmaat, böyük bir hissəsi, məktub yazdılar yanına. Dedilər, heç nə istəmirik. O adamı qaytarındalar. Nə dərs etsin bizə, nə moizə eləsin, nə piş namazı. Elə o şəhərdə gezib dolanır. Onun vücudu bəstəmsə, vücudu əxlaqdır. Gezməyi dolanmaq. Lazım deyil, danışırız. Öyle bizi bəstə, özü təbliğdir. Təbliğ belə olur. Rəftar olur, şirinliklə olur. Xulası Muhtaram, sözümüz ağ valideynləndir, Peyğəmbər Əkrəm ağ valideynlərdən danışır, rəvayətlər o haqdadır. Qəzəblənməyin, narahat edin, uf bilirsən nədir? Ən kiçik etiraf, uf ki, tərcüməsini edilir, valideyni o uf dedilər. O, ərəbcədə ki, uf bizim şəhəmdə uf deyil, o mənasından başlayır. Yəni, ən kiçik etiraz. Ən kiçik etiraz elə baxışlar. Başqa bir rəvayətlə deyil, yol gedirsən ha valideyninlə, keçmə ondan qabağa. Əgər valideynindən bərabər yol gedəndə ondan qabağa keçirsən, ölməsin deyilirsən. Ah, valideynliydi. Valideyn o qədər əzizdir. İmam Cəfər Sadiq Risale-i Hüquqda yazır ki, ən böyük haqq boynumuzda valideynin haqqı. Ən böyük haqq. Bir nəfərin yaxında dünyadan gedəni vardı, yaxın dünyadan gelmişdi. Övladı dünyadan gelmişdi. Danışıb mənə deyildi, mən indi bildim ki, övlad necə şirin şeydir. Mən ata-ananın şirin övladı ola-ola necə ola acı yaşatmışam. Yalvarırdılar mənə, gelirdim bir ay qaldım, deyirlər, bir 10 gündə qaldım, doymadım səndən, durdum çıxdım, gəlib qalmadım. İndi öz övladım gedib dözə bilmirəm. İndi başa düşdüm onların əziyyət edilmişəm olurlar. Hələ bu yaxşıdır, amma illərlə valideynin yanında gedir. İllərlə atanı özü görmür. Səsini deyil, onların səsindən çox qaldırmır. Evdə ağlı danışır. O qədər ehtiramlı olaraq səsli valideynin sözü səsindən uca eləmir. Bir dənə ayə deyirəm, onun da bir təfsiri var da çox varid olunur, qısa. Şükür kimə məxsusdur? Allah'a. Bütün həmdlər Allah'a məxsusdur. Bütün şükürlər Allah'a məxsusdur. Məsələn, biz bir-birimizə yaxşı işlərimizə görə təşəkkür edirik. O da elə Allah'a aiddir. Məsələn, Əlhəmdülillahi Rəbbil Aləmin ən böyük şükür zikridir. Mənası bu ki, bütün həmdlər və sənalar kim kimə çox sağ ol deyir, kim kimə təşəkkür edir, o da qayıdır Allah'a.
Yəni, dünyadakı bütün şükürlər Allaha aiddir. Niyə? Çünki mən bir yaxşılıq eləmişəmsə, məsələn, kimsə mənə ona təşəkkür edirsə, bu yaxşılığı mən eləmişəm, amma gücü, qüvvəti mənə kim verir? Allah. Bu seçimi eləyən ağlı kim verir? Allah, hər şey Allahdandır. Bütün şükürlər, həmdlər Allah'a məxsusdur. Quran-ı Kərim görünür, uşkuruli və li-valideyk. Deyir, mənə şükür edəcəksən, bir də valideynimə şükür edəcəksən. Birinci ayədə ibadətdən sonra ikinci əməl kimi bir valideynimin hörmətini saxlayır. İndi bu ayədən deyir ki, bir mənə şükür elə, bir valideynimə şükür elə. Şükrü paylaşdır. Və sonra da bir barmaqsın ki, bizim dildə olur. Və elə gəlməsin, qayıdacaqsın mənə tərəf. Unutmayın. Geci tezin mənə tərəf qalacaqsın. Əgər valideynləri özə hörmətsizlik eləmişsinizsə, onun ahirətdə əvəzi yox, şiddətli olacaq. Əzabı şiddətli olacaq. Valideynə hörmət eləməyənin, valideynə ağlanın, valideynə səsindən çox səs qaldıranın, valideynə qəzəblə baxanın, valideyndən qabağa keçənin aqibəti yaxşı olmayacaq. Allah'a and böyle İzzət və Cəlalını bu ayə hədis rivayətlər birinci deyəndə, sonra eşilənlərdə təsirlə qərar versin.